Salam əziz babalar, hər birinizi Xusardan salamlayırıq. Burada Gabriel sortunun növünün sizə tanıtımını eləyirik. Səsləndirməni videoya sonradan eləyirəm. Yəni onu nəzərə götürün. Tarix 4 iyundur. Deməli, Gabriel çeşidi həmişə burada bağbanla söhbət olunur. Həmişə deyir ayın 10-u yığılırdı. Bugün 4-ündən başlamışıq. Bunu qeyd edeyim ki, bu il gilas növləri hamı eyni vaxtda yetişməyə başladı. Burada kalibrini ölçülür. Harasa 32 pilus gəlir. İndi yeni bir gilas alınır oradan, ona baxılır. Bu 34 gələcək. 32 pilusdan iri olur. Burada gördüyünüz kimi 33'dür. Sonra 35'e qoyulacaq. 1 milli fərq olur orada. 34 kalibrdir. Sonra deməli bağbanla söhbət olunur sort barədə. Bərkdir, dözümlüdür, bir çox şeylərinə görə yaxşıdır. Amma bu ərazidə son 4 ildir biz Gabrieldən istədiyimiz tonajı götürə bilmirik. Sual olunur ki, bu ağaclardan təxminən nə qədər götürsə, ağac hesabı 7-8 kilo, sağbaşı 10 kilo. Son 4 ildir deyir Gabrieldə bu ərazidə belə olur deyir. Yəni ola bilər deyir əraziyə görədir, nədir? Biz tam istədiyimizi Gabrieldən götürə bilməmişik. Yəni bağbanın dediyi kimi cümlələri tərcümə edirəm, göstərirəm. Səsləndirməni sonradan eləməli olduq. Amma belə çox gözəl sort olduğunu qeyd eləyir. Yəni ki, o da Gizella üzərində daha çox tonaj götürülüb. Məsəl üçün bunda düzdür, Maksimada da götürülüb. Burada Royal Raffaretti sortu var. Tərcüməsini düzgün eləməyə çalışdım, tələffüzünü. Bu çeşid gətirir. Bu normaldır gördüyünüz kimi. Sol tərəfdəki cərgədə bu idi. Orada sonra qeyd olunur ki, yəni Gabriel gələn il çəkib baxarıq deyir, necə olur? Deyir, baxarıq gələn il, son 3 il, 4 ildir Gabriel istədiyimiz kimi belə gətirmirdi. Amma deyir, çox gözəl çeşiddir. Mən də onu əraziyə bağladım. Çünki Carmen çeşidi bağbanlar qeyd edir ki, çox da istədiyimiz kimi gətirmir. Carmen bu bağda çox gözəl gətirmişdi.